Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 7-ci sinif fizika dərsliyindən ümumiləşdirici tapşırıqlar mövzusunun tapşırıqlarının izahına baxmış olacağıq. Amma dərsi keçməmişdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayalım dərsimizə. Əvvəlcə uşaqlar birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizdən soruşur ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən idmançı A nöqtəsindən çıxdıqdan 81 saniyə sonra D nöqtəsinə çatır. Deməli, A nöqtəsindən hərəkətə başlayıb və 81 saniyədən sonra D nöqtəsinə çatıb. İdmançı neçə dəqiqədən sonra bir tam dövr etmişdir? Diqqət edək uşaqlar. A nöqtəsindən çıxıb əvvəlcə B, C və D nöqtəsinə çatıb. Və bu B nöqtəsinə çatana qədər T bərabərdir 81 saniyə vaxt sərf edib. Yəni 3 hissə gedib. Birinci hissə, ikinci hissə və üçüncü hissə. Hər 3 hissə də bir-birinə bərabərdir. Demək ki, belə çıxır ki, bir hissəyə, yəni bir A nöqtəsindən B nöqtəsinə qədər gedənə qədər sərf olunan zaman nə qədər olar? Əlbəttə ki, T bərabərdir 81 bölünsün 3 bərabərdir 27 saniyə. İndi diqqət edin uşaqlar, demək ki, cisim A nöqtəsindən çıxıb B nöqtəsinə gələnə qədər 27 saniyə vaxt sərf edib. O deməkdir ki, B-dən C-yə gələnə qədər də 27 saniyə və C-dən D-yə gələnə qədər də 27 saniyə vaxt sərf edib. Eyni zamanda D-dən A-ya qədər gedənə qədər də 27 saniyə vaxt sərf edəcək. Niyə? Çünki bütün məsafələr bir-birinə bərabərdir. Bu baxımdan bir tam dövrə sərf olunan zaman T bərabər olacaq. 4 hissədən ibarət olduğu üçün 4 vurulsun. Bir hissəyə sərf olunan zaman da 27 saniyədir. 27 bərabər olacaq. Deməli, 108. Bəli, 108 saniyə. Demək ki, periodumuz bir tam dövrə sərf olunan zaman 108 saniyə imiş. İndi keçək ikinci tapşırığa. İkinci tapşırıqda bizdən soruşur ki, Bakıda dənizkənarı Milli Parkda yerləşən şeytan çarxının diametri 60 metrdir. Bu çarx 30 dəqiqədə bir tam dövr edir. Bunları nəzərə alaraq aşağıdakılarını izah etmək lazımdır. Əvvəlcə biz yenə də özümüz üçün ağ səhifə açaq və burada tapşırıqları bir-bir izah etməyə başlayaq. Deməli uşaqlar, burada deyir ki, diametri 60 metrdir. Diametr dedikdə nəyi nəzərdə tuturuq? Yəni, yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər olan bu məsafə 60 metrdir. Bu o deməkdir ki, onda radiusu nə qədər olacaq? 60-ın yarısı. O zaman yazıram, radius bərabərdir diametr bölünsün 2, yəni bərabərdir 60 bölünsün 2, 30 metr. Bu çarx 30 dəqiqədə bir tam dövr edir. Bir tam dövr edirsə, demək ki, periodumuz bərabərdir 30 dəqiqə. Bu da bərabərdir 30 vurulsun 60. 1800 saniyə. Bax, periodumuzu da tapdıq. P'miz də bərabərdir 3. Verib. İndi A variantını edək əvvəlcə uşaqlar. A variantında deyir ki, dövr etmə periodunun yarısına bərabər zaman müddətində nə qədər yol getmişdir? Diqqət edək uşaqlar. Dövr etmə periodunun yarısına bərabər zaman müddətində. Yəni, periodunun yarısına bərabər zaman müddətində bu nöqtədən bu nöqtəyə getmiş olar, düzdürmü? Bax, bu nöqtədən bu nöqtəyə gedənə qədər getdiyi yol bu olacaq, düzdürmü? Bəs bu yol nə deməkdir? Çevrənin uzunluğunun yarısı deməkdir. O zaman yazaram, L bərabərdir. Çevrənin uzunluğu, yəni L ümumi çevrənin uzunluğu bölünsün 2-yə. Bu da bərabərdir. Çevrənin ümumi uzunluğunun düsturu nədir? 2πr bölünsün yarısına, yəni 2-yə. 2-lər ixtisar getdi, bərabər qaldı πr. Bərabərdir. P'miz 3-dür. Radiusumuz nə qədərdir? Yuxarıda yazmışam. 30. Bərabərdir 90 metr. Deməli, uşaqlar, periodun yarısına bərabər zaman müddətində 90 metr yol getdi. Bunu tapdıq.
İndi B variantına keçək. B variantında soruşur ki, dövretmə periodunun yarısına bərabər olan zaman müddətində. Diqqət edək. Dövretmə periodunun yarısına bərabər olan zaman müddətində hansı yüksəkliyə qalxdığını. Yenə də deyirəm, dövretmə periodunun yarısına bərabər zaman müddətində cisim hansı hündürlüyə qalxar? Əvvəlcə bu nöqtədən başlamışdı. Demək ki, ən yuxarı, ən təpə nöqtəsinə qalxmış olar. Bax, bu ən təpə nöqtəsini də biz birləşdirsək, aşağı nöqtədən yuxarı nöqtəyə birləşdirsək, bizə nəyi verəcək? Bəli, diametri vermiş olacaq. O zaman yazarıq ki, hansı yüksəkliyə qalxar? R plus R. Niyə görə R plus R? Bax, bu mərkəzdir. Bu da radiusdur. Buradan bura qədər olan məsafə. Bu nöqtədən digər tərəfə qədər olan məsafə də radiusdur. Bərabər olacaq 30 plus 30 60 metr. Sonra sonuncu C variantını dedək. Sürətini hesablayın. Sürətin düsturu bilirik ki, çevrə üzrə hərəkətdə V bərabərdir 2πr bölünsün T'dir. Verilənləri yerinə qoyaq. 2 vurulsun. Pi'mizin qiyməti 3'dür. Bəs radiusumuz nə qədərdir? Diqqət edək. Burada yazmışıq 30 metr. 30 bölünsün. Periyodumuz da nə qədər imiş? 1800. Bərabərdir. O zaman bunları bölsək, alarıq ki, 1'in ona nisbəti, yəni 0,1 metr bölünsün saniyə. Belə uşaqlar, yəni sürəti də hesablamış olduq. İndi keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda bizdən soruşur ki, sabit sürətlə hərəkət edən avtomobilin təkərinin çevrəsinin uzunluğu 2,1 metrdir. Onun 20 saniyədə 210 metr yol getdiyini bilərək, aşağıdakılarını yenə də hesablayacaq. Baxın uşaqlar, yenə də yazırıq. Çevrəsinin uzunluğu nə qədərdir? L bərabərdir 2,1 metr. Onun 20 saniyədə 210 metr yol getdiyini, yəni zaman bərabərdir 20 saniyədə. Çevrəsinin uzunluğu olduğuna görə ayağına C yazırıq. 210 metr yol getdiyini, yəni ümumi getdiyi yolun uzunluğu L ümumi bərabərdir 210 metr. A variantına baxaq. A variantında soruşur ki, təkərin bu müddətdə neçə dövr etdiyini hesablayın. Təkərin bu müddətdə neçə dövr etdiyini hesablamaq üçün uşaqlar N bərabərdir dövrlərin sayı. Ümumi yolu bölərəm bir çarxın uzunluğuna. Dövrlərin sayını tapdığım zaman nə edəcəm? Ümumi yolun uzunluğunu böləcəm bir təkərin çevrəsinin uzunluğuna. O zaman yazaram ki, 210'u bölərəm 2,1'ə bərabər olacaq 100 dövr. Deməli, dövrlərin sayını tapdım. Daha sonra B variantına baxaq. B variantında deyir ki, təkərin dövretmə periyodunu hesablayın. Təkərin dövretmə periyodunu hesablamaq üçün nə edəcəm? Periyodun düsturunu yazarım. T bərabərdir. Zaman bölünsün dövrlərin sayı. Bərabərdir. Zaman var 20 saniyə. Bölünsün dövrlərin sayı da 100. Bərabərdir. 20'ni də 100'ə böldüyüm zaman edir 0,2 saniyə. Və C variantında soruşur ki, təkərin dövretmə tezliyini hesablayın. Təkərin dövretmə tezliyi isə növ bərabərdir. Biz bilirik ki, periyodun tərs qiymətinə bərabərdir. Və yaxud da ki, dövrlərin sayı bölünsün zaman edə bilərik. 1 bölünsün T yazaq, bərabərdir. 1'in 0,2'yə nisbəti edəcək 5 saniyə üstü mənfi 1. Amma kitablarda bu şəkildə verir. 5, 1 bölünsün saniyə. Heç bir fərqi yoxdur uşaqlar. Saniyə üstü mənfi 1 və yaxud da 1 bölünsün saniyə. Hər ikisi tezliyin vahididir. 3-cü tapşırığı da həll etmiş olduq. İndi keçək 4-cü tapşırığa. 4-cü tapşırıqda bizdən neyi soruşur? Nusilək bizə mane olmasın. 4-cü tapşırıqda deyir ki, təkərin diametri 84 cm, dövrətmə tezliyi isə 8 1 bölünsün saniyə olan avtomobilin 25 dəqiqədə getdiyi yolu hesablayın. Baxın uşaqlar, bu tərəfdə özüm üçün ağ səhifə açım, yenə də rahatlıqla sizə izah edə bilim. Baxın uşaqlar, yenə də bizə verib ki, burada təkərin diametrinin uzunluğu 84 cm-dir. O zaman mən burada nə yazarım?
Radiusunu əlbəttə ki, əvvəlcə taparam. R bərabərdir. D bölünsün 2-yə. Bu da bərabərdir. 84 santimetr bölünsün 2-yə. Bu da bərabər necə? 42 santimetr. İstəyək 42 santimetri metrə də çevirə bilərik. 0-dan %42 metr. Yazdıq. İndi dövretmə tezliyi isə 8-dir. O zaman nu bərabərdir. 8, 1 bölünsün saniyə. Bunu da yazdım. Avtomobilin 25 dəqiqədə, yəni T bərabərdir 25 dəqiqə, mütləq saniyə çevirmək lazımdır. 25-i vuraram 60-a. Bərabərdir. 25-i 60-a vurduğum zaman 1500 olmalıdır. Bəli. 1500 saniyə. Və pimizin də qiyməti var. 3-ə bərabərdir. İndi bizdən nəyi soruşur uşaqlar? 25 dəqiqədə onun getdiyi yolu hesablamalıyıq. Yol hesablamaq üçün əvvəlcə 25 dəqiqədə nə qədər dövr etdiyini hesablamaq lazımdır. Bunu da nu bərabərdir. N bölünsün T düsturundan dövrlərin sayını taparam. Nu vurulsun T'yə. N bərabərdir. Nu'muzun qiyməti var, bəli, 8 vurulsun. T'mizin də qiyməti var, bəli, 1500. 8-i 1500-ə vurduğum zaman alaram ki, cavab 12.000. Bəli. Demək ki, dövrlərimizin sayı 12.000 imiş. Amma indi bizə deyir ki, həmin dövr müddətində nə qədər yol gedib? Ona görə ümumi yolu tapmaq istəsəm, L bərabərdir. Əvvəlcə biz çevrənin, yəni təkərin bir dövr ərzində nə qədər yol getdiyini bilməliyik. L bərabərdir 2 pi r düsturundan. Bax, bilirsiniz nə deməkdir? Təkər nədir? Bir nöqtədən digər nöqtəyə getdiyi zaman öz çevrəsinin uzunluğu qədər yol getmiş olur. Yəni, mən bunu buradan açmaq istəsəm, bax, bu çevrənin uzunluğu qədər. Tutaq, şimdi mən bunu hesablayıram. L bərabərdir 2 pi r-dir, düzdürmü? 2 vurulsun, pi-imizin qiyməti 3. Radiusumuz da nə qədərdir? 0-dan %42. Bərabərdir. Bunu bir-birinə vurduğum zaman 2,52 metr. Yəni, bu təkərin uzunluğu L bərabərdir 2,52 deyil metr. Mən bu təkərin uzunluğunu astığım zaman burada da L bərabərdir 2 pi r qədər, yəni 2,52 metr qədər yol gedir təkər. İndi, axı bu bir dəfə dövr etməyib, 12.000 dəfə dövr edib. Yəni 12.000 dəfə 2,52 metr yol gedib. Onda ümumi yolumuzun uzunluğu L ümumi bərabərdir. Bir təkərin uzunluğu L vurulsun dövrlərin sayı. 2,52 vurulsun 12.000 olan dövrlərin sayına bərabərdir. Bərabərdir. Vurduğum zaman alaram ki, cavab 302,4 metr. Deməli, 12.000 dövr ərzində bu təkər 302,4 metr yol getmiş olacaq. Deməli, bir daha üzərindən keçək. Nə etdik biz burada? Prosesi bir daha xatırladaq. Əvvəlcə verilənləri radiusumuzu vermişdi, tezliyi də vermişdi və demişdi ki, 1500 saniyə ərzində nə qədər yol gedər? Biz bunu verilənlərdən istifadə edərək əvvəlcə dövrlərin sayını tapdıq ki, nə qədər dövr edib. Dövrlərin sayını tapandan sonra tapdıq ki, 12.000 dövr edilmiş. Sonra bizə lazımdır ki, təkərin ümumi çevrəsinin uzunluğu nə qədərdir? Biz onu tapaq və həmin o bir təkərin çevrəsinin uzunluğundan istifadə edərək 12.000 dövr ərzində nə qədər yol getdiyini hesablayarıq. Və 2 pi r düsturundan hesabladıq ki, bir təkərin çevrəsinin uzunluğu 2,52 metrdir və ümumi yol tapanda da bir təkərin uzunluğunu vuraram dövrlərin sayına və bu şəkildə hesablamış olaraq uşaqlar. Belə. İndi keçək 5-ci suala. 5-ci sualda bizdən soruşur ki, Euler Venn diaqramda uyğun bəndləri qeyd edin. Qeyd edək uşaqlar. Tarazlıq vəziyyətindən keçməklə baş verən hərəkətdir. Tarazlıq vəziyyətindən keçməklə baş verən hərəkət əlbəttə ki, periodik rəqsi hərəkət edir. Qələmimizi dəyişək. Biri bura yazarıq. Tarazlıq vəziyyəti ətrafında təkrarlanan isə çevrə üzrə hərəkət edir.
Sonra cisim bir tam dövr etdikdə trayektoriyanın hər bir nöqtəsindən yalnız bir dəfə keçir. Bu olurdu, bəli, çevrə üzrə hərəkət. Cisim bir tam rəqs etməklə trayektoriyanın hər bir nöqtəsindən iki dəfə keçir. Bu periodik hərəkətdir. Və müəyyən zaman aralıqlarında təkrarlanan hərəkətdir hər ikisi. Bu şəkildə 5-ci sualın da öhdəsindən gəldik. İndi keçək 6-cı suala. 6-cı sualda bizdən soruşur ki, ipli rəqqasın yükü kənar vəziyyətindən tarazlıq vəziyyətinə qədər olan 1 metr yolu 2 saniyəyə qət edir. Bir verək uşaqlar. Deməli, yük kənar vəziyyətindən tarazlıq vəziyyətinə. Bax, bu nöqtədən tarazlıq vəziyyətinə qədər gələn yolu 2 saniyəyə qət edir. Və kənar nöqtəsindən tarazlıq vəziyyətinə qədər olan yol 1 metrdir. Biz demişdik ki, cismin tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə nədir? Bəli, həmin cismin amplitududur. O zaman yenə də əvvəlcə özümüz üçün ağ səhvə açaq ki, səliqəli şəkildə hər birini qeyd edək. Baxın uşaqlar, o zaman amplitudumuz A bərabərdir 1 metr və 2 saniyəyə qət edib. Demək ki, baxın, amplitudu, yəni bir nöqtədən digər nöqtəyə gələnə qədər 2 saniyə vaxt sərf edibsə, bəs bu cismin periodu nə qədərdir? Yəni, A nöqtəsinə bu nöqtədən digər tarazlıq vəziyyətinə 2 saniyə vaxt sərf edib, tarazlıq vəziyyətindən yenə də kənar nöqtəyə gələnə qədər 2 saniyə vaxt sərf edəcək və bu kənar nöqtədən yenə tarazlıq vəziyyətinə, daha sonra öz əvvəlki vəziyyətinə qayıtmalıdır. Ümumən nə qədər anda vaxt sərf edəcək? 2 tarazlıq vəziyyətinə gəlməyə, 2 yenə də kənar vəziyyətinə getməyə, 2 yenə də tarazlıq vəziyyətinə gəlməyə və daha 2 saniyə öz əvvəlki vəziyyətinə qayıtmağa. Deməli, bir tam dövrdə 4 amplitud hərəkət etmiş oldu. Bir amplitudumuzda da 2 saniyə vaxt sərf edirsə, periodumuz bərabər olacaq. 4 vurulsun 2 saniyə. 8 saniyə. Tapdıq ki, onda periodumuz 8 saniyəymiş. Bu rəqqasın yükünün 0,5 dəqiqədə. P bərabərdir 0,5 dəqiqə. Bu da bərabərdir 30 saniyə. 30 saniyədə getdiyi yolu tapmalıyam. L bərabərdir sual işarəsinə. Diqqət edək uşaqlar, biz periodumuzu tapdıq. Daha sonra tapmalıyıq ki, bəs 30 saniyə ərzində, baxın, neyi demək istəyirəm? Bir daha izah etmək istəyirəm. Bu yük bir tam rəqsinə sərf edir 8 saniyə. Amma bizə deyir ki, 30 saniyədə, yəni 0,5 dəqiqə ərzində bu hərəkətdə olub. Demək ki, bəs nə qədər period, daha doğrusu, nə qədər tam rəqs edib yüklü? Bunu hesablamaq üçün dövrlərin sayını taparam. Ümumi zamanımızı 30-u bölərəm bir periodun nə qədərdirsə ona, yəni 8-ə bərabərdir. 30-u 8-ə böldüyüm zaman 3,75 dövr almış olaraq. Daha sonra bizə deyir ki, nə qədər yol gedər? L bərabərdir. 4 amplitud vurulsun N-ə. 4-ü vuraram. Amplitudumuz 1 metrdir. Dövrlərimizin sayı da 3,75-dir. Bərabərdir. Vurduğum zaman 15 metr olduğunu hesablayaram. Belə, bu şəkildə həll olunur uşaqlar. 7-ci suala keçək. 7-ci sualda deyir ki, yaylı rəqqasın yükünün kənarı kənar vəziyyətindən bir aşağı kənar vəziyyətinə gəlməyə 1 saniyə vaxt sərf edir. Əvvəlcə dediyimizi analiz edək ki, nə demək istəyir bizə? Baxın, kənar vəziyyətindən, yəni bax bu nöqtədən, kənar vəziyyətdə hal-hazırda, ikinci kənar vəziyyətinə, bax, yəni bu kənar vəziyyətinə gəlməyə 1 saniyə vaxt sərf edib. Baxın, nə edib? Əvvəlcə kənar vəziyyətindən tarazlıq vəziyyətinə gəlib, sonra yenidən kənar vəziyyətinə gedib. Buna 1 saniyə vaxt sərf edib. Bu o deməkdir ki, bu yükün bir tam dövrünə sərf olunan zaman nə qədərdir? Bunu hesablamaq üçün, bax, bu kənar vəziyyətinə gəlməyə 1 saniyə vaxt sərf edibsə, deməli, yenidən bu kənar vəziyyətindən öz əvvəlki vəziyyətinə qayıtmağa da 1 saniyə vaxt sərf edəcək. Ümumi periodumuz nə qədər olacaq? Bəli, T bərabərdir. 2 dəfə hərəkət etdiyinə görə vuraram. Bir hərəkətə də 1 saniyə vaxt sərf edib.
Periyodumuz 2 saniye olduğunu hesabladım. Və növbəti prosesi yenə də yerinə yetirək. Aşağı kənar vəziyyətindən tarazlıq vəziyyətinə qədər olan məsafə. Diqqət edək. Aşağı kənar vəziyyətindən tarazlıq vəziyyətinə qədər olan məsafə 0,5 desimetrdir. Yəni, bu dediyi söz amplitud nəzərdə tutur. Amplitud bərabərdir 0,5 desimetr. Bu da bərabərdir 5 santimetr. Bunu da hesabladım. Rəqqasın yükünün 6 dəqiqə ərzində getdiyi yolu zamanımız T bərabərdir 6 dəqiqə. Mütləq saniyəyə çevirmək lazımdır. 6-nı vuraram 60-a, 360 saniyə. Getdiyi yolu hesablayın. Il bərabərdir sual şərəsinə. İndi bizə hər şey rahat olacaq. Əvvəlcə nə edərəm? Yenə də periyodumun 2 saniyə olduğunu bilirəm. Mən bu 2 saniyə olduğundan istifadə edərək 360 saniyədə nə qədər dövr etdiyini hesablayaram. Dövrlərin sayı bərabərdir. Ümumi zaman bölsün periyod bərabərdir. 360 bölsün periyodumuz da 2-dir. 180 dövr. Tapdım ki, o zaman dövrlərimizin sayı 180 ədədiymiş. Bunu biləndən sonra da rəqqasın yükünün 6 dəqiqə ərzində getdiyi yolu hesablaya bilərəm. El bərabərdir 4 amplitud vurulsun dövrlərin sayına. Bu da bərabərdir 4 vurulsun amplitudumuz. Baxın, burada verib 5 saniyə. 5 santimetr daha doğrusu. 5 santimetr vurulsun. Dövrlərimizin də sayı 180 imiş. Bunu vurduğum zaman alaram ki, bərabərdir 3600 santimetr. Çünki baxın, burada santimetrlə tapmışıq. Belə, bu şəkildə getdiyi yolu da hesablamış olduq uşaqlar. İndi keçək 8-ci tapşırığa. 8-ci tapşırıqda bizdən neyi soruşur? Deməli, 8-ci tapşırıqda şifahi sualdır. Çeviri üzrə bərabər sürətli hərəkət ilə ipli rəqqas və yaylı rəqqasın hərəkətinin bir oxşar və bir fərqli cəhətini yazın. Əslində bu sual öyrəndiklərinizə yoxlayın hissəsində hansısa bir tapşırıqda yerləşdirilmişdi. Bunu müzakirə etmişdik. Biz müəyyənləşdirmişdik ki, oxşar cəhəti odur ki, hər ikisi periodikdir. Amma fərqli cəhət odur ki, bütün periodik rəqsi hərəkətlərdə cisim tarazlıq vəziyyətində bir period ərzində 2 dəfə keçir. Amma çevre üzrə periodik hərəkətdə isə cisim tarazlıq vəziyyətindən bir period ərzində yalnız bir dəfə keçir. Yəni, bunu şifahi olaraq dedik, yazılı olaraq da sübut etsək, çevre üzrə hərəkət bax budur. Periodik hərəkət də tutaq ki, burada yükü göstərim. Növbəti hərəkəti də bax bu. İndi sizə fərqli rənglə göstərəcəm. Tutaq ki, hansısa bir nöqtəni götürürəm. Cisim həmin bu nöqtədən yalnız bir dəfə keçir. Bir tam dövrdə yalnız bir dəfə keçir. Başlayır hərəkətə və daha sonra ən sonunda bu nöqtəyə gəlib çatır. Amma rəqsi hərəkətdə isə tutaq ki, bu nöqtədən başlayıbsa cisim əvvəlcə tarazlıq vəziyyətinə gəlir, sonra kənar vəziyyətə gedir. Bu tam dövr deyil ki, tam dövr olması üçün cisim yenidən əvvəlki vəziyyətinə qayıtmalıdır. Daha sonra bura gəlir, öz vəziyyətinə qayıdır. Fikir verdiniz, buradan 2 dəfə keçdi. Bir başlayanda, bir də yenidən öz əvvəlki vəziyyətinə qayıdanda. Belə, bu şəkildə müəyyənləşdirmiş oluruq uşaqlar. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyir ki, yelləncək kənar vəziyyətindən S kənar vəziyyətinə gəlib tarazlıq vəziyyətinə qayıtmağa 3 saniyə vaxt sərf edir. Onun rəqs tezliyini hesablayın. Uşaqlar, baxın, yelləncək A kənar vəziyyətindən, yəni A kənar vəziyyəti budur. A kənar vəziyyətindən S kənar vəziyyətinə gələnə qədər və S kənar vəziyyətindən tarazlıq vəziyyətinə gələnə qədər. Bir daha deyirəm, A kənar vəziyyətindən B-yə gəlib və daha sonra S-yə və S kənar vəziyyətindən təkrar B-yə gəlib. Buna sərf etdiyi ümumi zaman 3 saniyədir. O zaman bir hərəkətə, yəni bir amplituda nə qədər vaxt sərf edib? A-dan B-yə, B-dən S-yə və S-dən B-yə 3 hərəkət var. Bir amplituda sərf olunan zaman o zaman T bərabərdir
3-ün 3'ə nisbəti bərabərdir 1 saniyə. Bir amplituda sərf olunan zamandır. Bəs bir periyod, bir tam periyoda nə qədər vaxt sərf olunacaq? Bir tam periyod 4 amplitud olduğuna görə 4'ü 1'ə vuraram, 4 saniyə olacaq. Bunu hesabladıq. Periyodumuzu da tapdıq. İndi rəqs tezliyin deyirsə, tezlik bilirik ki, periyodun tərs qiymətidir. 1'i də bölərəm 4'ə, edər 0'dan 121 saniyənin üstü mənfi 1. Və yaxud da ki, 1 bölünsün saniyə. Heç bir fərqi yoxdur uşaqlar. İstəsəz saniyə üstü mənfi 1 yazarsınız, istəsəz 1 bölünsün saniyə. Belə uşaqlar. Bunu da hesabladı. İndi keçək 10-cu suala. 10-cu sualda bizdən nəyi soruşur? Üzərini silək. 10-cu sualda deyir ki, 6 saniyədə 3 rəqs edən ipli rəqqasın yükünün 15 saniyədə getdiyi yol 30 metr olarsa, rəqqasın rəqs amplitudunu və periyodunu hesablayın. Bax, yenə də özümüz üçün burada ağ səhifə açdıq. 6 saniyədə 3 rəqs edir. Yazıram bura. T bərabərdir 6 saniyədə 3 rəqs edir. N bərabərdir 3. Nə deyirsə onu yazın. Bax, T var, N var. Buradan periyodu taparam. Periyod bərabərdir. T bölünsün N bərabərdir. 6 bölünsün 3 bərabərdir 2 saniyə. Bax, periyodu tapdım. Qoyduq kənara. Yenə də davam edirik. Nəyi deyir? 15 saniyədə getdiyi yol. 15 saniyədə getdiyi yol 30 metr olarsa, L bərabərdir 30 metr. Rəqqasın rəqs amplitudunu, yəni A-nı hesablayacaq. Və rəqs periyodunu deyir, artıq biz periyodu burada hesabladıq. Rəqs amplitudunu hesablayın. Baxın uşaqlar, 15 saniyədə getdiyi yolu verib 30 metr. Amma bir periyodu 2 saniyədir. Demək ki, 15 saniyədə neçə dəfə tam dövr edib? Əvvəlcə onu taparam. N bərabərdir. Ümumi zaman bölünsün periyod. 15'i bölərəm 2'yə. Bərabərdir 7,5 dövr. Tapdım ki, demək ki 15 saniyədə 7,5 dövr edib. Və yolumuzun da düsturunu bilirəm ki, 4 amplitud vurulsun dövrlərin sayıdır. Bu da bərabərdir 4 vurulsun. Amplitudumuz bilmirəm, yoxdur. İstəyirsiniz belə yazmayaq. Buradan hələ A-nı tapaq. Rahatca yazaq. A bərabərdir. L bölünsün 4 vurulsun yenə. Elimizin qiyməti nə qədərdir? 30. 4 vurulsun. Dövrlərin sayı 7,5. 7,5'i 4'ə vuranda 30 eləyir. 30'un 30'a nisbəti də 1 metr. Tapdıq ki, o zaman amplitudumuz nə qədər imiş? 1 metrə bərabər imiş. Belə, bu şəkildə həll edirik. Demək ki, nə etmək lazımdır uşaqlar? Əvvəlcə məsələni oxuyursunuz. Daha sonra növbəti dəfə məsələni oxuya-oxuya başa düşdüklərinizi riyazi dildə dəftərə köçürürsünüz. Mütləq şəkildə verilənləri yazın. Çünki verilənləri yazsaz, özü sizi düstura aparacaq. Düsturu sizi məsələnin həllinə aparacaq. Yəni, mütləq diqqətlə oxuyuruq və verilənləri yazırıq. Sonra 11-ci suala keçək. 11-ci sualda deyir ki, rəqs periyodunun yarısına bərabər zaman müddətində yükü 10 sm yol gedən yaylı rəqqasının rəqs amplitudunu tapın. Baxın, özü deyir, rəqs periyodunun yarısına bərabər zaman müddətində T bərabərdir. Periyodun yarısına bərabər zaman müddətində 10 sm yol gedib. L bərabərdir 10 sm. Bu deməkdir ki, baxın, tutaq ki, burada çəkim bir yük və bura gəlib. Cisim, bax bu yük nə zaman periyodun yarısına bərabər zaman müddəti hərəkət etmiş olar? Bu nöqtədən çıxıb digər nöqtəyə gələnə qədər. Çünki bir tam periyod o zaman edər ki, bu nöqtədən çıxsın, digər nöqtəyə gəlsin və digər nöqtədən öz vəziyyətinə qayıtsın. Bu zaman bir tam periyod olar. İndi amma bizə deyir periyodun yarısına bərabər zaman müddətində. Yəni bu nöqtədən çıxıb, bu nöqtədə dayanıb. Və buradan bura gələnə qədər 10 sm yol gedib. Bu deməkdir ki, bəs onda bir hərəkətə sərf olunan, daha doğrusu bir hərəkətimiz nə qədər imiş? 5 sm. Və bu amplitudu verir bizə, düzdür? O zaman yazaram amplitud bərabərdir. L bölünsün 2'yə, yəni onu bölərəm 2'yə, 5 sm. Baxdım ki, amplitudumuz 5 sm imiş. Və bizdən hələ bunu soruşurmuş, başqa heç nə.
Amplitudu da hesablamış olduq uşaqlar. Belə. 12-ci suala keçək. 12-ci sualda deyir ki, tezliyi 0,5 1 bölünsün saniye. Bax, yenə də neyi deyir onu yazıram. Tezliyi nu bərabərdir 0,5 1 bölünsün saniye. Rəqs amplitudu isə 45 santimetr. Amplitud A bərabərdir 45 santimetr. Çevirirəm metrə. 0,45 metr. Yaylı rəqqasın 20 saniyədə getdiyi rəqslərin sayını bərabərdir. 20 saniyədə etdiyi rəqslərin sayını və yükünün getdiyi yolu bərabərdir sual işarəsinə. Diqqət edək uşaqlar, bizdə nə var burada? Bizdə var tezlik, başqa nə var? Və zaman. Və tezlik və zamandan istifadə edərək mən dövrlərin sayını tapa bilərəm. Əlbəttə ki, tapa bilərəm. Çünki nu bərabərdir, n bölünsün t-dir. Buradan dövrlərin sayını tapsam, nu-nu t-yə vuraram. O zaman yazaram ki, n bərabərdir. Nu-muz 0,5, zamanımız da 20. Vurduğum zaman alaram ki, n bərabərdir o dövr. Dövrlərimizin sayını tapdıq. İndi yolu hesablamağı deyir. L bərabərdir 4 amplitud vurulsun n düsturundan istifadə edərəm. 4 vurulsun amplitud nə qədərdir? 0,45. N'imiz də 10'a bərabərdir. Vuraram. Vurub tapdığım zaman bəli 18 metr. 18 metr olduğunu hesablayalım. Belə uşaqlar. Yenə də deyirəm, əvvəlcə verilənləri yazırsınız. Verilənlər özü sizi məsələnin həllinə aparmış olacaq. Keçək indi 13-cü suala. 13-cü sualda bizdən soruşur ki, rəqqas 20 saniyə ərzində 20 rəqs edir. Yenə də 20 saniyə ərzində t bərabərdir 20 saniyə. 20 rəqs edir, yəni dövrlərin sayı bərabərdir 20-yə. Rəqs periyodunu hesablayın. T bərabərdir sual işarəsinə və tezliyi hesablayın. Periyodun düsturu necədir? T-nin n-ə olan nisbəti. T'miz 20'dir, n'imiz də 20'dir. 1 saniyə. Bəs tezliyimiz niyə bərabərdir? N'in t'yə olan nisbəti. Yenə də 20 bölünsün 20'yə bərabərdir 1 saniyə. Hətta tezliyi belə də yaza bilərdiniz. Nu bərabərdir 1 bölünsün t kimi. Onda 1'i 1'ə böləcəyiz. Yenə də 1 saniyenin üstü mənfi 1. Mənfi 1. Burada da qeyd edək. Bu şəkildə hesablamış oluruq. Bu ən asan tapşırıqlardan biriydi. Və 14-cü tapşırığa keçək. 14-cü tapşırıqda bizdən neyi soruşur? Soruşur ki, rəqqasın bir kənar nöqtələri, 1 və 2 kənar nöqtələr arasındakı məsafə 20 santimetr olarsa. Baxın. Analiz edək yenə də. 1 və 2 kənar nöqtələri arasındakı məsafə 20 santimetrdir. Bu deməkdir ki, bu 2 dəfə amplituda bərabərdir. 1 kənar nöqtəsindən tarazlıq vəziyyətinə gəlir və tarazlıq vəziyyətindən kənar nöqtəsinə gedir. Yəni, o zaman amplitudumuz bərabərdir. 20'ni bölərəm 2'yə. 10 santimetr. 0,1 metr. Hesabladım. Onun yükünün 25 dövrdə getdiyi yolu, yəni 25 dövrdə n bərabərdir 25 dövrdə getdiyi yolu L bərabərdir sual işarəsinə. Yenə də yolun düsturunu bilirik. 4 amplitud vurulsun yenə. Yenə də ən asan məsələlərdən biridir. 4'ü vuraram. Amplitudumuz 0,1. Dövrlərin sayı da 25. Hər şeyi verib bizə. Sadəcə bizə qalır ki, bunları vuraq bir-birinə hesablayaq. 10 metr. Taparıq ki, o zaman 25 dövr ərzində nə qədər yol gedər? 10 metr yol gedər. Elə. İndi 15-ci və sonuncu suala keçək. 15-ci sualda deyir ki, ipli rəqqasın yükü kənar vəziyyətindən tarazlıq vəziyyətinə 1 saniyə gəlir. Aha, kənar vəziyyətindən tarazlıq vəziyyətinə 1 saniyəyə gəlir. Demək ki, 1 amplituda sərf olunan zaman 1 saniyədir. Bəs periyod nə qədər olacaq? Periyod 4 amplitud edir, düzdürmü? 4'ü vuraram 1'ə, 4 saniyə. Periyodu tapdım. Rəqqasın rəqs amplitudu 0,9 metr olarsa, A bərabərdir 0,9 metr. Yükünün 0,6 dəqiqə ərzində getdiyi yolu
T bərabərdir 0,6 dəqiqə. Saniyə çevirərəm. 0,6-nı 60-a vuraram. 36 saniyədə. Getdiyi yolu da hesablayaram. Baxın, yenə də əvvəlcə nə etməliyəm? Mənə lazımdır dövrlərin sayını tapmaq. Niyə görə birinci dövrlərin sayını tapmaq istəyirəm uşaqlar? Çünki L bərabərdir 4 amplitud vurulsun dövrlərin sayıdır. Bax, 4 onsuz sabit ədəddir. Amplitudumuz var, amma dövrlərin sayı yoxdur. Yəni, mənə məhsul olan ədəd bu dövrlərin sayıdır. Ona görə ilk öncə mən burada dövrlərin sayını tapıram. Dövrlərin sayını tapanda ümumi zamanı bölərəm perioda. 36-nı bölərəm 4-ə. 9 dövr olduğunu hesablayaram. İndi L də bərabərdir 4A vurulsun N-lə. Yerinə qoyarıq. 0,9 vurulsun dövrlər sayıda 9. Vurduğumuz zaman da 32,4 metr olduğunu hesablayarıq. Demək ki, 0,6 dəqiqə ərzində getdiyi yolu L bərabərdir 32,4 metr. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz. Əziz uşaqlar, bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyimizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.